Həqiqətən çox möcüzəli və möcüzə tapacağınız, şifalanacağınız surəni sizlərlə bugün paylaşım edəcəm. Şəxsən özüm oxuduğum surədir və çox möcüzəli surə olduğu üçün istədim ki, bu surəni sizlərlə burada paylaşım ki, siz də xəbərdar olasınız. Siz də bu videonu bəyənin, çevrenizdə olan dost, tanışlarınızla, ailə üzvlərinizlə paylaşın, bol-bol bölüşün ki, bu cür gözəl, möcüzəli surələrdən şifalansınlar. Bəhs etdiyim bu möcüzəli surə Əl-Vaqiyə surəsidir. İstəsəz bir stəkan su üzərinə də oxuya bilərsiniz, içə bilərsiniz sonra suyu və ya da belə də oxuya bilərsiniz, heç fərq etmir. Mən sizə bu surəni neçə gün oxuyacağınızı deməyəcəm. Bunu siz özünüz qərar verin. İnamlı şəkildə, bol-bol enerji ilə içdən oxumanızı önərirəm. Əlbəttə ki, siz bir şeyə inamsız, güvənsiz, enerjisiz yanaşsaz, etsəz, təbii ki, bu alınmayacaq. Onun üçün də çalışın bol-bol enerjili, inamlı, güvənli olaraq bu surəni oxuyun və çox deyil, nəticəsini qısa müddətdə görəcəksiniz.